Salam aleyküm. Hoş gördük sizi Xankəndidə. Hardan gəlmisiniz sizlə baxım? Biz Ağdamlıyıq. Ağdamlıyıq. Kolanıyıq. Kolanı elindən. Bəli. Mən də Seyidlidən. Gözəl yerimiz. Xoş gəlmisiniz Qarabağımıza, Xankəndimizə xoş gəlmisiniz. Necə bir hissdir Xankəndidə Novruz bayramını, Ramazan bayramını qeyd etmək? Yəqin ki, bugün gəlmisiniz də, burada yaşamırsınız. Mən burada Çoğu yaşayıram. burada yaşayıram. Biz Bakıdan gelmişik. Bakıdan. Evimiz var. Bəli. 3 gün de orada, bir gün də çıxdıq buranı ziyarət eləməyə. Mənim qardaş oğlum. Ağdamda evlə təmin olunmusunuz, Bəli, təmin. şəhərdən. Xeyirli uğurlu olsun inşallah. Sağ ol, təşəkkür Necə bir hissdir öz doğma eliniz obanıza döndünüz Onun 30 ildən məsələn, sonra? Adamın dili gücü çatmır onu izah eləsin. Onu sözlə ifadə eləmək İfadə olur. eləmək çox çətindir. Gözəl Amma hisslərdir. Bundan gözəl hiss istəyərəm ki, Ola bilməz. Ola bilməz. Ola bilməz. Mən bu Qarabağdakı ermənisiz Qarabağda bu gün oturmuşam. Bəli, Ermənisiz. Bəli. Bu dünyada bundan gözəl nə var ki? Allah ordumuza dəyməsin. Allah Bəli, şəhidlərimizə rəhmət Allah eləsin. rəhmət eləsin. Qazilərimizə can sağlığı, prezidentimizə Allah qüvvət qüvvət versin. versin, bəli. kömək Kömək olsun. Ordumuz mükəmməl olsun. Bu saat bizim inanırsan o xarici ölkələrdə bizim paxıllığımızı çəkən, Əlbəttə. ondan həsəd aparan ölkələr var. Amma şükür bu gün biz azad yaşayırıq, azad Qarabağdayıq, azad ölkəmiz var, heç kimdən asılı deyilik. Yəni biz Bəli. özümüz öz başımıza yaşaya bilərik, heç kimin köməyi olmadan. Əksinə hələ biz o başqa ölkələrə də kömək edirik. Əlbəttə. Allah prezidentimizə dəyməsin. Amin, Allah amin. ordumuza qüvvət versin. Amin inşallah. Şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Çox sağ olun. Allah Sağ ol. təbrik Qarabağımızdan da sizin kimi ağsaqqalları əksik eləməsin. Amin. Amin. Sağ ol. Ömrünüz uzun olsun. Bu Qarabağda da xoşbəxt yaşayasınız inşallah. Təşəkkür. Çox sağ olun. Sağ olun. Mən bu gün elə mənim ad günümdür. Doğrudan Adım Novruzdur. Buyur bax. təbrik edirəm. Novruz bayramı. Elə bir Allah da məni bura yetirir ki, mən sizin ad günündə sizi çəkməyi nəsib edədir. Ad günümü elə Qarabağda keçir. Allah həmişə arzularınızı belə çin eləsin. Sağ ol sağ ol, qardaş. təşəkkür Minnətdarıq. Həm şəhid atasıdır, həm şəhid qardaşım. Doğrudan. Hamımızın Həm müharibə əlimidir, həm müharibə iştirak hamımızı yerə. Yəni əməyimiz olubdur da az da olsa. Borcumuzun Torpaq uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda. Yəni o bizim bir kişilik borcumuz. Allah ordumuza dəyməsin. Elə bir şey bizə bu sevinci yaşatdı. Necə deyirlər o itirdiyimiz o qüruru, nə bilim o nə isə qaytardılar özümüzə. Bəli. Yəni indi başı dik gəzirik biz. O bizim Şükür bu günə. sinəmizdə bir dağda, bildəki dalımızdakı məğlub olmuş ölkə gözdə məğlub olmuş Ağdam. Əlal xüsusda bu Qarabağlılar danışmağa, yəni Sözümüz yoxdur da dilimiz gödəyir. Başa sala bilmirik. Torpaqlarımızı azad edəndə yəqin ki, fikirləşdiniz ki, şəhidlərimizin qanı alındı. Bəli. Onların ruhu indi şaddır ki, Bəli. bax indi hal-hazırda siz öz ad gününüzü Xankəndidə qeyd edirsiniz. Bilirsiniz, bu bir zamanlar arzu idi, amma indi reallıqdır. Bəli. Bizdə elə bir arzuydu ki, top yeydi. Yəni belə fikirləşirdik ki, Heç ağla gəlməz. ola bilər, ola bilməz. Tarixdə görünmür ki, işğal olunmuş torpaq hardasa geri qalsın. Allah Bəli. bu öndərimizə rəhmət eləsin, onun qoyub getdiyi bu siyasəti, onun oğlu davam elətdirir. O da necə deyərlər, əhdinə çatdı, atasının arzuları yerinə yetirdi. Həmişə ulu öndərimiz deyirdi ki, Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Ağdamsız bizim günümüz bir günümüz olmasın. Bəli. Olmaz, Azərbaycan bunlarsız yaşaya bilməz. Öpürəm qardaş. Cənab prezident deyirdi ki, Şuşa alınanda yadınızdadırsa, atasının məzarını ziyarət elədi və dedi ki, mən ata vəsiyyətimi yerinə yetirdim. Allah onu Bəli, bu dəyməsin. Heydərliyevin qoyduğu bir vəsiyyət idi ki, o torpaqlar hamısı alınmalıdır. Bəli. Amin. Çox sağ olun bu xoş müsahibəyə görə mən də şad oldum. Minnətdarıq. Təbrik edirəm sizi bir də Sağ olun. ad gününüz münasibəti ilə. Təşəkkür edirəm. Sağ olun. Sağ olun. işində də sən olur. Çox sağ olun, var olun. Təbrik edirəm mən babamı. Mən bura gələndə sadəcə qırıq çökükləri görürdüm, yəni evlərin qalxanı.
İndi gələndə belə tam görmək mənim üçün çox sevincli bir günüdür. Təşəkkür edirəm. Allah həmişə sevindirsin. Sən nə hiss eləyirsən? Nə düşünürsən? Mən də təbrik edirəm. Xalqımızı Novruz bayramı münasibətilə təbrik edirsən, eləmi? Çox sağ ol. Təşəkkürlər. Sağ olun.